Bu insanları Allah subhanahu wa ta'ala vəsf edir Nisa surəsində. Buyurur ki, muzabzabinə beynə zəlikə la iləhə uləi və la iləhə uləi və mən yudlilillah fələn təcdə ləhu səbilə. Deyir ki, onlar iki tayfanın arasında muzabzibinə, yəni nə onlandı, nə bundan. İkisinin ortasında olan. Bu ayətin təfsirində İmam Tabari rahimehullah deyir ki, bu kimdir? Bu insanı vəsf edir. Buyurur ki, la yerciuna ilə i'tiqadi şeyin alə sıhhatin. Bunlar o adamlardır ki, heç bir şeyin səhih etiqadında deyirlər. Fəhum la ma'al mu'mininə alə basirətin və la ma'al müşrikinə alə cəhələtin. Nə bəsirət üzrə müminlərin safındadırlar, nə də cəhalət üzrə müşriklərin safındadırlar. Və əslində belə insanlar o küfr əhlinin özündən də zərərli insanlardır. Nə üçün? Çünki küfr əhlinin safı bəllidir, iman əhlinin də safı bəllidir. İkisinin ortasında olan bu muzabzib ən təhlükəli insanlar bunlar.